Salam hörmətli tamaşaçılar, xoş gördük sizi kəndimiz verilişinin növbəti buraxılışında. Hörmətli tamaşaçılar, kəndimiz verilişi Kürdəmir rayonundadır. Bugünkü buraxılışımız rayonun Muradxan kəndi haqqında olacaq. Mənə elə gəlir ki, bu veriliş çox maraqlı olacaq. Nəyə görə Elman? Ona görə ki, bu kənd həqiqətən insanları, bax kəndin içinə girəndə biz insanların üzündəki gülərüzlüyü gördük. Bu düzdür, bizim bölgələrimizin hər yerində bu cürdür. Bütün kəndlərimizin sakinləri, bütün kənddə o yaşayanların hamısının üzü gülərüzdür. Amma nəsə bu kənddə mən bir balığı, başqa bir o izumika deyirlər də, belə başqa bir nəsə gördüm də. Üzüm dənəci. Üzüm dənəci, bax belə deyək. İntizarda saxlanmayaq sizə, hörmətli tamaşaçılar. Gəlin, kəndlə yaxından tanışalaq. Hörmətli tamaşaçılar, bax Rəşaddan ardasa bir 4-5 dəqiqə olar ki ayrılmışam. Burada mənim diqqətimi siz nə çəkdi? Təsəvvür kənd yeri, oturublar yolun qırağında, açıq havada, bu gözəl təbiətin, o bu gözəl havasında əyləşib burada nərd oynayırlar, özə çay içə-içə. Məcbur biz də yaxınlaşaq, özə bir dənə süfrənin üstəki çaynika var, səviyyə də, maşallah. Salam əleykum. Necəsiz? Vəziyyətiniz necədir? Salam. Nə var, nə yox? Salam ağsaqqal. Oyunçu aparsın. Ağsaqqal deyir, oyuncu aparıb. Ağsaqqal özünüzü təqdim eləyin. Əliyar Hüseynov. Əliyar baba, necə gedir oyun? Əla. Neyinirsiniz, vəziyyətiniz necədir? Sağ ol, Allah kömək olsun. Əla, Allah kömək olsun. Deyəsən ayağım düşdü ha sizə. Yox, elə uşaq oynayacaq. Ver mən... Mən uşaq oynayacağım, ben ağayım. Olur bir dənə də zərmən atın, bəlkə əlim gətirdi. Baba buyur deyir, özü atır. Yox, yox, otur. Yox, mən sizə... Ay maşallah. Salam əleykum deməyindən ağsaqqal oyunu getdi. Ağsaqqal hara gedirsiniz? Gəlin oturun bir söhbət eləyək. Qaçırsınız, hara gedirsiniz? Gəlin bura görüm. Necəsiz? Neyinirsiniz? Sağlıq, güzellik. Bax bu kənd haqqında nə deyə bilərsiniz? Kendimiz çok keçmişten yaranmış kənddir bu. Burada Qarasu çayı axırdı. O vaxtın cəmaət hamısı yığılıb bu çayın qırağına. Bu bizim kəndin, Muradxan kəndinin ortasından keçirdi. Qarasu çayı. Qırağın hissəsindən keçirdi. Həddindən artıq balıq, quş, ondan sonra nə bilim mən, bütün də yemək hissələrdən hər şey var idi. Heç bir problem olmuyor. Hörmətli tamaşaçılar, Muradxan kəndini gəzirəm və dedilər ki, kənddə elə bir həyət var, elə bir ailə var ki, çoxlu sayda quşlar saxlayırlar. Toyuqdur, cücədir, hinduşkadır. Amma dedilər bu qapıda hətta tovuz quşu var. İnanmadım, sözünüzə inanmadım və gəldim buranı axtarıb tapdım. Buna bax, hörmətli. Balaca xoruz. Yəni belə deyək, karlik xoruzuna oxşuyur. Qeyri-adi xoruzdur. Hə. Tovuz quşlarına da gəlin baxın. Ev yerlərini düz görmürəm. Amma sərbəst özüm girə bilirəm bura. Baxın görün nə qədərdir. Maşallah, çox gözəl, necə də gözəldilər. Bunlara baxın, hörmətli tamaşaçılar. Demək bunlar qalxırlar yuxarı. Niyə? Fikir verin. Baba sizə sual ver. Bax kənddə bu kənd əhalisi nə ilə əsas məşğuldur? Əsasən əkinçilik, heyvandarlıq. Nə əkib becərsiniz? Taxıl, iri buynuzlu malqara, bir də xırda buynuzlu qoyun keçir. Bəs boş vaxtlarında nə edirsiniz? Boş vaxtlarında kənddə iş yoxdur. İş bilirik də, bu iş qutardı boş vaxt olur. Bax, asuda vaxtlarınızı nə edirsiniz? Elə belə bax bu görə məşğul oluruq. Əladır, ağsaqqal, inandırım sizi. Həyətdə tərəvəz əkirik, porsiyon əkirik, pomidor, xiyar, belə şeylər. Əla, bax, əziz tamaşaçılarımız, görürsünüz necə gözəl. Bax, bundan gözəl istirahət ola bilər. Bax, təsəvvür edirsiniz, şəhərdə nə baş verir? Şəhərdə biz otururuq, gedirik, giririk hansısa bir çayxanaya, qapalı məkana. Yay gözləyirik ki, ancaq yay gələr, yayda oturarıq çöldən hardasa çay içərik.
Bax təsəvvür edin necə gözəl şərait. Bax oturublar yolun qırağında. Gələn də görürlər, gedən də görürlər. Oturublar süfrə açıb. Bax mən bu çayın birini içəcəm. Bax bu mənim qismətimdir. Birinci dəfədir ki gəlib qismət üstə çıxıram, çay üstə çıxıram. Yəni ki o atalar nə deyir? Ağsaqqal. Atalar deyir, Yemək üstə çıxana nə deyirlər? Kim çox istəyir onu? qaynanası. Ay ağsaqqal maşallah. İndi çox istəyir də yəqin məni. Gördüyünüz kimi kənd sakini evində demək olar ki, şəxsi öz üçün bir zoopark yaradıb. Tovuz quşları var, toyuq cücə var, itlər var. İtlər də onu qeyd etmək istəyirəm ki, ov itlərdir. Mən sizlə də tanış olum. Zaur. Zaur. Sən nə ilə məşğulsan? Mən bu mağazini işlədirəm. Cəmiyyətin xidməti özüm üçün də qazançdır. Çox gözəl. Mağazada qiymətlər nətərdir? Münasib qiymətlərdir. Yəni kəndimizə görə münasib qiymətlərdir. Hörmətli tamaşaçılar, beynimdə belə bir fikir yaranıb ki, ev yiyələri burada olmadığına görə deyirəm ki, bəlkə bir xoruz götürüm, özümlə aparım. Təbii ki, bunların hamısı zarafatdır. İş ondadır ki, bəzən xoruzlar ev itləri kimidir. Ev itləri kimidir. Nəyə görə? İt kimi evə yad bir insan gələndə cumur və sair və əlaxır evi qoruyur. Ona görə mən bu riski eləyə bilmərəm. Ona nə var? Bir də gördüm cumdu üstünə düşdü. Yaxşı. Siz oyununuzu davam eləyin. Ağsaqqal deyəsən unutdun. Bəli, uşaq öyrədirdim mən, nə var? Ağsaqqal deyir ki, uşaq öyrədirdim. Uşağın ardınca rahat bir 45 yaşı var idi. 40-45. Ağsaqqal. Maşallah sizə nə olur cavan oğlansın. 75 yaşım var. Baxın, ağsaqqalın 75 yaşı var. Mənim də 33 yaşım var. Mən ağsaqqaldan qoca görsənirəm, görsənmirəm. Bunların hamısı bilirsiniz nədəndir? Şəhərin o bastırığı, o tıxaclardakı siqnallar, havada olan zəhər. Bax burada bunların heç biri olmadığına görə insanlar da cavan qalırlar. Belə, əgər siz də şəhərdən bezib çıxmaq istəyirsə qırağa, gəlin Muradxan kəndinə, Kürdəmir rayonu. Çox gözəl təbiəti var. Mən heyfsilənirəm ki, buradakı bu gözəl havanı bu kamera vasitəsilə sizə çatdıra bilmirəm. Məni bağışlayın, mən gedim. Kənddə elə gəzəsi yerlərim var. Sağ olun. Sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, bax Muradxan kəndinin küçələrindən gəzərkən o atalan bir söz var, gəzən ayağa daş dəyər. Burada cavan uşaqlar çıxırlar rastıma. Salam əleykum. Hara qaçırsınız? Necəsiz? Vəziyyətiniz necədir? Salamlaşaq da hamı ilə. Necəsiz? Kəndiniz verişinə baxırsınız? Əcəb eləyirsiniz. Yaxın gəl bu tərəfə. Özünüzü təqdim edin. Hardan gəlirsiniz? Gəl bura. Bu vaxt məktəb olar. Saat gör neçədir? Futbolda oynayır. Futbol da oynayırsınız. Özü təqdim elə də sən. Oyunda göstərir. İsrafil? İsrafil, futbol oynayırsan, gülürlər, obislər getdilər. Hara getsiniz? Bura gəlin. Gəl bura. Gəl bura sən. Gəl yanıma. Ay gəl bura da, gəl bura. Ay nədən? Sən də gəl bura, İsrafil, hara qalsın? Suallarım var sən. Sən keç mənim sağıma. Bax, hörmət tamaşaçılar, bax kənddə uşaqlar görürsüz, biraz da utancaqdılar. Bakıda adam çəkiliş eləyəndə uşaqlar adamın gözünə girir. Amma bu uşaqlar görürsüz, utanırlar, qaçırlar kameradan. Amma hara qaçırlar mən bilmirəm. İsrafil, futbol oynayırsan, əsas hansı futbol üçün xoşdursan? Yox, futbolçulardan kimi çox istəyirsən? Ən çox belə həsəd apardığın, o kumir kimi gördüyün o futbolist kimdir? Messi. Ay onun mən nə deyim? Elə oynaya bilərsən? Neçə nömrə oynayırsan? Yox, futbolda haran xoşdursan? Orta, arxa yoxsa ön? Arxa. Müdafiəçi? Ay sol. Sən gəl bura. Görürəm sən də futbol oynayansan. Özə qəşəng deyəsən belə qaçmağın zadın var. Var. Sən futbolda hansı mövqedə oynamaq xoşdursan? Arxa. Sən də müdafiə. Bə hücuma kim keçəcək? Hamı müdafiədədir. Bə hücumu kim oynayacaq? Aleyküm əssalam. Nətərsiz? Vəziyyət saat necədir? İndi gələm sənin də yanına deyəm. Yaxşı qardaşlar, yolunuzdan qalmayın. Gedin. Salam aleyküm. Nə var nə yox qardaş? Özünüzü təqdim edin. Tamam İbrahim. Birdən qonağım var. Sağ ol İbrahim. Gör nə deyirəm. Maşın burada sənə benzini biraz çox işlədimi? Kəndin içində tıxac olmur. Yox, yox. Ay
Əsas odur ki, tıxac olmur. Siqnaldakı yəqin axır dəfə nə vaxt vurmusan özün də bilmirsən. Eşidirsiniz, hörmətli şəhərdə bəzi maşın sürənlər yeri gəldi, gəlmədi, harda gəldi siqnal verirsiniz. Bax, öyrənin İbrahimdən. Siqnal vermək kiminsə qıraqdakının, belə deyim də, əsəblərini işləmək kimi bir şeydir. Aha, barıca yavaş-yavaş deyəsən, burada artıq tıxac yaranacaq. Şəhərdən gəlib kənddə tıxacı mən yaradıram. Yaxşı İbrahim, yolundan qalma. Görüşər inşallah. Hörmətli tamaşaçılar, Muradxan kəndini gəzirəm. Soruşdum, soraqlaşdım, dedilər burada yaşlı bir qadın var. Maraqlı həm söhbət ola bilər, kənd haqqında maraqlı söhbət elə bilər. Axtardım, tapdım və gəlin, nənə ilə tanış olaq. Salam əleykum nənə. Necəsiz, nə var, nə yox, xoş gördük. Çox sağ ol. Adın nədən? Adım Telli. Telli nənə, çox gözəl. Neçə yaşın var? 76. Maşallah. Şəhəriniz olsun, çox sağ olun bana. Gülə-gülə yaşayasınız, nətər deyim. Əmin-amanlıq olsun, xoşbaxtlıq olsun. Xudavənd kərim Allah təala canınıza can sağlığı, işinizi davam edin. Amin. Hörmətli tamaşaçılar, bax mən bu Muradxan kəndini gəzə-gəzə gəldim, çıxdım, deməli məktəb ərazisidir. Burada belə deyək də, məktəb vaxtı olmadığına görə qapı bağlıdır və orada şəhidlər kompleksi var, şəhidlər abidəsi var. Hörmətli tamaşaçılarımız, bax fonda gördüyünüz bu abidə kompleksi Muradxan kəndinin şəhidləridir. Neçə övladın var, neçə nəvə? Maşallah. İnşallah gününüz olsun. Allah heç nəvələri sayın bilmirəm. Orada Allaha təxmini nə qədər? 20, 30? 30 olar da. Amma bu tərəfdə də məktəb binası var. Misal gör, çəkə bilirsən. Məktəb binası çox yüksək səviyyədə, belə deyim də, şəhərdə belə hələm-mələm məktəblərdən yaxşı formada olan məktəblər var. Hələ məktəbin həyətinə baxın, parklara baxın, ağacların necə sırayla düzülüşünə baxın. Çox təməlli formada qurulub bura. Gəzək, yenə görək biz hara gedirik. Nəvələrin, nəticələrin, nə qədər, ümumi sayla nə qədər olar? 50-60? Təxminən neçə dənə olar? Bilənədir vallahi. Bir 30-40 dənə olar da. Bax, övladlarımın neçəsi oğul, neçəsi? Bir oğlan, beşi qız. Maşallah, maşallah. İndi onların içində, nəvələrin içində, yaxşı, övladların deyirlər. Nəvələrin içində ən çox istədiyin hansıdır? Ən böyük oğlum oğlum. Tezə toylamışıq bir aydır. Allah köməyiniz olsun. Ən çox onu istəyir. Ən çox oğlumla da çox onu istəyirəm. Qardaş, hardan gəldi? Sən də futbol oynuyordun. Bəli, bəli. Hesab neçə oldu? Gəzən qardaş uduzub gedib ha. 2-2-yə, yox 2-2-yə qaldı. Ben nisye elib, niyə bir əsəbidir? Niyə olub ona? Heç nə, yox özü elə bilər. Niyə? Həmişə əsəbsənsən? Ha, burada kənddə probka yox, sakitçilik, sən nə əsəbləşirsən? Biz əsəbləşək ki, şəhərdə 5 addımlıq yolu 5 saata gedirik. Necə oynayırsan futbolu? Yaxşı. Ən çox istədiyin futbolçu hansıdır? Futbolçu bunlardan Yox, dünya futbolu. 3 dənə oldu. Ronaldo. Deməli, bayaqları bir nəfərdən soruşdum, o Messi dedi, sən də Ronaldo dedin. Deməli, sən Reala balet edirsən, o da Barcelona. Bəli. Deməli, baxın, siniflər bölüşüblər. Yarı sinif Reala balet edir, yarı sinif Barcelona. Amma arzu eləyirəm ki, bizim futbolçularımız da qəşəng futbol oynasınlar. Siz Realı Barcelona'nı yox, elə biz öz milli klublarımızı tutasınız. Bəli. Yaxşı, özünüzdən müğayət. Baxın, mən topu dəmir belə görüm. Yox, bir dəqiqə baxın, görüm. Yaxşı uşaqlar, sağ olun, görüşərik. Övlad, belə deyək, nəvə olandan sonra övlad artıq keçir ikinci plana, düz deyirəm. Mən ürəyin istədiyi ən böyük oğlumdur. Elə də Allah hamını ki, saxlasın. Ancaq bəlkə də nəvəm ondan çox istəyirəm. 2 dənə nəvə oğlu var. Orası övladların demir, bizi niyə çox istəmirsən, onu çox. Hamısını istəyirəm, niyə istəmirəm? Hamısını çox istəyirəm, hamısını Allah saxlasın. Çox istəyirəm, ancaq ən böyüyümün gözümün ilk oğlu. Deyəsən, mənim də anam ən çox istədiyi mənəm də, elə? Hə.
Mən də böyük oğlan evdə. Allah saxlasın, Allah sizi var eləsin, uzun ömür, can sağlığı verəsiniz bana. Çox sağ ol, ay Telli xala. Allah canını sağ eləsin, Allah ömür versin. Bu boyda həyatda ancaq təkəm. Niyə? Balalarım, Hələ iş gücdə ancaq. evet, o da mənim oğlumun öyüdü. Bir dənə oğlumdur, ondan qalan hamısı Bakıda orada. Tək işləri, güzaranları yaxşı olsun. Nə deyə bilərik? Hörmətli tamaşaçılar, bax mən səhərdən öz missiyamı yerinə yetirib Muradxan kəndini gəzirəm. Doğrudan da kənd insanın belə deyim də mənim bu kənd haqqında olan təəssüratlarımın birinin üstünə 5 gəldi. İnsanların gülər üzlüyü, kəndin doğrudan da bu kənd formasında olmağı həqiqətən mənim ürəyimi açdı və mən gəzə-gəzə soruşa baxdım ki, kəndin icra nümayəndəsi Elza xanım, o da çıxıb kəndi gəzməyə. Elə təsadüfən biz yolda rastlaşdıq. Elza xanım salam. Salam, Necəsiz? sağ olun, xoş gəldiniz. Elza xanım, üzr istəyirəm. Biz üzü kamera tərəf bıraq, bax belə. Bax siz bu kənd haqqında, bax bir icra nümayəndəsi kimi kənd haqqında bax olan məlumatları bizə verə bilərsiniz, bax bizim tamaşaçılarımıza. Bəli, veririm. Deməli, əvvəla kəndimizə xoş gəlmisiniz. Həmişə sizi burada görməyə çox şadam. Mən icra nümayəndəsi olduğum 3 ay müddətdir. Artıq 4-cü ayın içindədir. Kəndimiz, deməli, bizim ərazi ümumiyyətlə 3 kənddən ibarətdir. Muradxan, Sorsor, Çölərə. Üçü birlikdə əhalisi 5344 nəfərdir. Təsərrüfat sayı isə 1087 nəfərdir. 1087 təsərrüfatdır. Yəni evdir də, belə deyək. Əhalinin belə deyək də məşğuliyyəti nədir? Əsasən əkinçilik, bir də maldarlıq. Bax, kənddə məktəblər, neçə məktəb var? Bizim deməli ərazidə 3 məktəb var. Muradxanda deməli tam orta məktəb, Sorsorda tam orta məktəb, Çölərəfdə isə ümumi orta məktəb, yəni 9 illik məktəb. Telli xala, bax Muradxan kəndini gəzdim. Qeyri-adi quşlar gördüm. Tovuz quşu gördüm. Şu sirkəsi məndə olur. Biz Urfadan gətirdirik uşaqlarım. Allah haqqı payladım ora bura payladım, hamısı uçdu getdi. Sonra xoruz gördüm, balaca bir xoruz. Ümumiyyətlə sizin həyat bacanızda nə var? Göstər görək. Bizim kəndimizdə bu hisslərdən məhrum deyil. Yəni ki, biz də qonağımızı tam səmimi, mehribanlıqla, necə deyərlər, gülə-gülə qarşılayırıq, gülə-gülə mehribanlıqla yola saldıq. Sonra İnanırsınız, bax biz kəndə girəndə Rəşadla mən kənddə insanların o gülər üzlüyünü gördük. Rəşadla biz öz aramızda söhbət elədik ki, bizim işimiz, bugünkü çəkilişimiz çox yüngül gedəcək də, yəni rahat gedəcək. Çünki insanlar doğrudan da maraqlıdırlar. İnsanlar kəndin özü çox gözəldir. Mən bayaqlar tamaşaçılarımıza dedim, indi yenə deyirəm ki, kəndin havası çox təmizdir. Bax deyirsiniz ki, təsərrüfatla məşğuldurlar da. Burada əsas mənə elə gəlir ki, heyvandarlıq mənə elə gəlir, əkinçilikdən biraz artıq olar. ola bilər, heyvandarlıq var. Sonra sizə bir məlumat da verim ki, bizim kənddə artıq o təmiz su deyək də, bulaqlar istifadəyə verilir. Balaca xoruzlar nə xoruzlardır? Onlar Yapon xoruzudur. Doğrudan. Bəli. Birbaşa Yaponiyadan gəlir. Yapon deyəndə uşaqlar gətirib, hardan gətiriblər bilmirəm. O quşun Urfadan gətirmişdilər. Bunlar da Sonra yəqin bu kəndimizi gəzib görürsünüz, bilərsiniz ki, ən müasir suvarma üsulu var bu kənddə. Bu da gəlib çatıb bizim kəndimizə. Yəni ki, bizim kəndimiz müasir texnologiyadan məhrumdur. Əksinə, yəni onlardan da istifadə edirik. Yox, inanırsınız biz onun elə bariz özümüz canlı şahidi olub. Bunu bizlə bir yerdə tamaşaçılarımız da gördülər. Kənd doğrudan da müasir, belə çox müasir kənddir. Həqiqi mənada həm insanları müasirdir, həm insanları belə gülər üzlər, qəşəng söhbət edən insanlardılar. Və biz də Elza xanım sizə öz adımızdan minnətdarlığımızı bildiririk. Mənim üçün ki hələ qarşıda işlərim var. Biz kəndi gəzməliyik. Doğrudan da nə xoş təsadüf oldu ki, mən sizi elə kəndi gəzərkən gördüm. Gəl bir baxaq görək. Mənə qeyri-adi gəlir, düzdür. Yapon xoruzu ilk dəfə